Salam. Sami səhifəsində, YouTube səhifəsində bir dəqiqəlik video paylaşıb. İstəyirəm onu dinləyəsiniz bir dəqiqəliyinə. Peyğəmbərin özünün heç bir zaman özündən hər hansısa bir halal qoymaq, haram qoymaq səlahiyyəti, ixtiyarı olmuyor. Peyğəmbərlərin belə özlərinin dinlə bağlı heç bir hökm vermək, hökm qoymaq səlahiyyətləri olmuyor. Hər hansı bir məsələni halal və ya da haram demək hüquqları olmuyor. Yani bunlar hamısı. Mesela bunu dedim bak işte ben... Yok sen demirəm. Allah razı olsun. Allah Kur'an diyor ki وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللّٰهُ وَرَسُولُهُ Ve Allah Teala qınıyır. Deyir ki onlar Allah'ın ve Resulünün haram ettiğini haram etmirlər. Deməli Allah da haram eləyir. Resul da haram eləyir. Ayət çıxar deyir ki Allah'ın ve Resulünün haram ettiğini haram etmirlər. Bu açıq ayədir. Deməli Allah da haram eləyir. Hökm verən həm Allah həm Peyğəmbər. Bəli, əlbəttə ki, başqa deyirsə baxın, gözəl söz dediniz, baxın. And olsun, xeyr, Rəbbin and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə, Allah Rəsulü, verdiyin hökmlərə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirmiş olmazlar. Nisa surəsi 65-ci ayə, sənin hökmlərin, Allah Rəsulü, gözəl toxundunuz. Bəli, Allah Rəsulü hökm verir, çox ayələr var. Bax, indi bir şey deyək. Tamam, adam iki dənə ayət gətirdi. Birinci ayət Nisa surəsinin 65-in, belə birinci Tövbə surəsi, qoy açım, zəhmət olmasa bir dəqiqə gözüm. 9-cu surənin 29-cu ayəsini gətirdi. Bir də 4-cü surənin 65-ci ayəsini gətirdi. Dedi bu iki ayəyə görə, Rəsul da hökm verir. Bunu hara bağlayır? Və ədatına bağlayır. Quranda keçən və ədatı ümumi olaraq ərəb dilində, qrammatikada məhşur olan 16 dənə ən azı mənaları var. Ant vavı var, ayırmaq üçün gələn var, vavı təmiz deyərlər. Ətf vavı var, özündən əvvəlkini, özündən sonrakini, özündən əvvəlkinə bağlayan vav deyərlər. Mə'a vavı var, birlikdəyi bildirmək üçün gələn vav var. Və bir dənə də məna var, vavul bəyaniyə deyərlər. Sami qrammatika bilən bir adamdır və Sami bilir ki, həmin o vav Quranda ən çox vavul bəyaniyə, vavul yə'niyyə, yə'ni mənasında işləyən vavdır. Allah öz hökmlərini ümumi olaraq kimin vasitəsilə bizə çatdırır? Yəni bu sualı birinci Sami düşünmür güya ki. Sami bilmir ki, Allahın hökmlərini bizə çatdırması üçün Allah öz elçisini təyin etmişdir. Yoxsa elçinin cəmaata hökm qoyması üçün onu təyin eləmir ki, getsən də cəmaata mənlə bərabər hakimlik elə. Baxın, xahiş edirəm. Əgər Allah Rəsulunun bir halal və yaxud da haram qoyma ixtiyarı olsaydı, biz Qurana baxdığımız zaman sadəcə haramı götürdüm. Quranda 71 ayədə 83 kərə keçmişdir. Sadəcə baxıram. Və huva muharram aleykum. Və odur sizin üzərinizə haram qoyan deyir. Baxın, xahiş edirəm. Əgər Allah elçisinin də haram qoymaq hökmü varsa da, və huvə yox, və humə, o ikisi haram qoyur deyə, muharram, haram edir deməlidir. Birinci haram qoymağın və yaxud da hökm verməyin yalnız Allaha aid olduğunu Quranda, məsələn, Yusuf surəsi 40-cı ayə, hökm yalnız Allaha aiddir. Yəni, hökm həm Allaha, həm elçisinə aid deyil. Bunların hamısını bir tərəfə qoysaq, bircə tərəfə qoysaq. Baxın, Nisa surəsinin 65-ci ayəsini adam dəlil gətirir. Bundan qabaq 60-cı ayətə diqqət eləsənəz. Allah deyir ki, gördünmü o kəsləri ki, sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia etdikləri halda mühakimə olunmaq üçün tağuta tərəf getdilər, tağuta müraciət etdilər. Halbuki onlara kafir olmaları əmr olunmuşdu. Şeytan onları, yəni tağuta qarşı kafir olmaları əmr olunmuşdu deyir. Şeytan onları uzaq bir azğınlıqla azdırmışdır deyir. Nə zaman deyiləndə ki, onlara gəlin, mə ənzəlallah, fikir ver. O şeyə ki, Allah nazil edib, Allahın nazil etdiyi şeyə tərəf gəlin. Və ilər Rasul və Rasula. Burada da vav var. Baxın, xahiş edirəm. Mən Allahın nazil etdiyi şeyə tərəf getmək üçün hara getməliyəm? Rəsula getmək üçün hara getməliyəm? Bax, Məhəmməd Nəbinin zamanında Allahın nazil etdiyi şeyə tərəf getmək üçün Sami, hara getmək lazımdır?
Allahın ayələri kimə gəlirsə, ona getmək lazımdır ki, Allahın nazil etdiyinə tərəf. Buradakı vav açıqlayıcıdır yoxsa nədir? Vavul bəyaniyədir yoxsa nədir? Ayırmaq üçündürmü? Yəni biraz düşünməyinizi istəyirəm. Deyir, münafiqlərin yasudduna ənkə sududən. Səndən bir səs çəkməklə səs çəkərlər. Yəni üz döndərməklə üz döndərərlər. Və ayət davam edir. 62, 63, özün bilirsən də 64-də qayıdırdı ki: "Və ma arsalna min rasulin illa liyuta'a biiznillah." Bax, xahiş edirəm diqqət edin əziz qardaşlar. Allahın izni ilə şərt qoyur Allah. Deyir, biz elçiləri yalnız və yalnız itaat olunmaları üçün göndərdik Allahın izni ilə. Allahın izni ilə nə anlam verir? Əgər onlar özlərinə, nəfslərinə zülm etdikləri zaman sənə gəlsəydilər, bağışlanmağı Allahdan tələb etsəydilər, səndən yox, estağfurullah. Vəstəğfərə ləhum, onlar üçün bağışlanmaq tələb etsəydi Rəsulda, ləvəcədullahu təvvabur rəhim. Allahı çox bağışlayan və tövbələri qəbul edən görərdilər, deyir. Bu 65-də deyir ki, fələ və rabbikə, sənin Rəbbinə and olsun, iman etmiş hesab edilməzlər. Səni öz aralarındakı şəcərədə heç bir sıxıntı duymadan hakim təyin edir və sənin çıxardacağın hökmə tam sıxıntı duymadan, qəzavətə tam sıxıntı duymadan təslimiyyət və itaət göstərmədikcə iman gətirmiş sayılmazlar. Deməli, Allah Rəsulu gələn görək nə ilə hökm verir. Allah Rəsulu şəxsi rəy və istinbatı ilə hökm verir, yoxsa nə ilə hökm verir? Elə bu surədə, Nisa surəsində, 4-cü surənin 105-ci ayəsində Allah belə buyurur. Deyir ki, İnna ənzəlnə ileykel kitəbə bil-haq. Biz kitabı sənə haqq olaraq nazil etdik ki, litəhkum beynən nas bimə ərakəllah. Allahın sənə göstərdikləri ilə hökm verəsən. İndi o aparıcı Quranı bilmir. Sən isə onu azdırırsan, Sami. Ya sən də Quranı bilmirsən, ya sən xainsən. Və la təkun lil xaininə xasima. Belə isə xainlərə arxa olma. Sami neynədir? Sami nə iş gördü? Mən sizə deyim. Sami Ali İmran 7-yə görə mütəşabih ayəni götürdü. Onun bənzəri və məsanisi olan ayələri gizlətdi. İstədiyi kimi təvil elədi. Halbuki təvili Allaha götürməli idi. Bu ayətin, Tövbə 29-dakı ayətin Qatilul-ləzīnə la yu'minu billahi və la bil-yevmil-əxir, vuruşun Allaha iman etməyən və axirət gününə iman etməyən kəslərlə, qatilu, vuruşun, və la yuharrimuna, o kəslərlə ki, onlar haram bilmirlər. Kimlər? Allaha iman etməyən o kəslər, axirətə iman etməyən o kəslər, və la yuharrimuna ma harramallaha və rasuluhu, Allahın və Rəsulunun haram etdiklərini özlərini haram bilmirlər. Gəlin, xahiş edirəm bir dənə Allah və Rəsul bağlayıcısına diqqət edin. Bir surə üzərindən bunu sizə göstərəcəm. Quranda 24-cü Nur surəsi var. Bu surənin 48-ci ayəsi oxuyaq. 48-dən oxuyaq. Diqqət eləyəyin, çox önəmlidir. Və izə da'u ilallah və rasuluhu. Nə zaman dəvət olunurlar Allaha və onun Rəsuluna? Nədən ötürü? Liyəhkumə beynəhuma. Liyəhkumə beynəhuma. Burada həkəmə sözü yəhkumə kəlməsi ilə li-ən yəhkumə, ən ədatı var. Orada mənsub eləyibdir, nəsibliyibdir də. Sami, mən qrammatikan zəif bilirəm, amma biraz bilirəm də. Sən bunu gözəl bilirsən ki, burada həkəm sözü əgər hökm verən Allah ayrı və Rəsulu ayrı hökm vermə qabiliyyəti olsa, burada mütləqdir ki, belə olmalıdır. Liyəhkumə, bir dənə əlif uzatması gəlməli idi. Sən görürsən burada hökm təkdədir. Allahın və onun Rəsulunun hökmü birdir, bir dənədir, təkdədir. Sən ayırırsan.
Deyirsən ki, Allahın hökmü Qur'andır, Rəsulun hökmü isə, yəni Allahın hökmü kitabdır, amma Qur'an kitabı. Rəsulun hökmü isə bizim alimlərin yazdığı Rəsul adından uydurduqları hədis kitablarıdır. Amma Allah deyir ki, liyahkumə, kumə uzatması ilə vermədi. Onlar arasında, beynəhum, onlar arasında Allahın və onun Rəsulunun hökmünə dəvət olunur, hökmü üçün dəvət olunurlar onlar. İzə fariqun minhum muridun, onlardan bir firqəsi nə edir? Üz döndərir. Sənin kimi Sami. Sən deyirsən ki, yox, ayrıdır, bir deyil. Üz döndərirsən. Bu bir ayət. Və davam edir ayət. Gəlirik 50 deməli birinci ayətə. İnnə məkana qavləl müminin. Yalnız möminlərin sözü budur. Bu olar ki, İzə dua ilallahi və rasuluhu. Allaha və Rasuluna dəvət olunduqda nədən ötürü? Liyəhkumə beynəhuma. Aralarında bir şeylə hökm edilmələri üçün. İki hökm yoxdur. Bir hökm var ki, ən yəquluna deyənlər ki, səmi'nə və ətə'nə, eşitdik və itaat etdik. Uləykə humul muflihun. İflah olanlar onlardır. Sən iflah olmazsan Sami. Tövbə etməsən, əmin ol ki, iflah olası deyilsən. Və mən yuti'illah və rasulü. Kim itaat etsə Allaha və Rasula, fikir ver. İtaat sözü də kərhən deyil, təvəndir. Yəni könüllü bir itaat var. Xala xətrin qalmasın deyə və yaxud da nədənsə hansısa başqa bir səbəbdən dolayı insan üzə düşüb itaat kəlməsi ona işlənməz. Özü könüllü şəkildə itaat deyir burada. Vav da ayırmır. Zaten Allaha itaat, Rəsula itaatdən keçir. Nisa surəsi 80-ci ayədə sən də bilirsən ki, kim Rəsula itaat etsə, artıq Allaha itaat etmiş sayılır. Yəni, bizim Allaha itaatimiz Allahın göndərdiyinə itaatlə gerçəkləşir. Və yaxşallah və yəttəqih fəuləəkə humul faizun. Bunu heç bunu demirəm. Mənim ümumi bir dənə göstərəcəyim bir ayət var. 54-cü ayət. Qul deginən əti'ullah və əti'ul rəsul. Kim könüllü bir itaatlə Allaha itaat etsə və Rəsula itaat etsə, fə in təvəlləv fə innəmə aleyhi. Bax, fikir ver. Nəticədə kim üz döndərib əksinə davransa, təvəllə sözü bir şeyin ziddinə doğru fikirdə və yaxud da əməldə hərəkətə keçmək. Fə innəmə aleyhi, onun üzərindəki mə hummilə, o şeydir ki, yüklənmişdir ondan. Yəni, onun üzərindəki vəzifə özünün yükləndiyi şeydir. Və sizin üzərinizdəki şey isə sizin yükləndiyinizdir. Bax, bu kəlmə diqqət elə. Və in tuti'uhu. Əgər Allaha itaət və Rəsula itaət müstəqil olaraq iki dənə ayrı-ayrı şeylərdirsə, burada tuti'humə olmalıdır. Axırındakı hu muttasil olan zamir, humə zamiri olmalıdır. Hu zamiri olmamalıdır. Bax, diqqət elə. Və in tuti'uhu. Əgər ona itaat etsələr, kimə? Bu hu ədatı hara qaydacaqdır, Sami? Sən, Sami, bunu görür, bu videomu əgər eşitsən, görsən və bu ayəni görsən, buna rağmen yenə də sən çıxıb cəmaatdan insanları aldatdığın üçün halallıq istəməsən, Allahdan bağışlanmaq istəməsən, sən qiyamət gün Allaha cavab verəcəksən. Burada Allaha itaətin bir başqa, Rəsula da itaətin bir başqa olmadığını açıq şəkildə ayət göstərmişdir. Sami, Quran-ı Kərimdə Təhrim surəsi var. Nəbi xanımlarını razı salmaq üçün Allahın halal etdiyi bir şeyi özünə haram etmişdi. Allah buna etiraz edir ki, Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən? Sami, Nəbi Muhammed ixtiyarı yoxdur ki, özünə belə haram qoysun. Bəs yaxşı, insanlara necə özünə haram qoya bilmə ixtiyarı olmayan bir elçi, Allahın vəhyində haram etmədiyi bir şeyi insanlara öz ağıl və məntiqinə əsaslanaraq, istinbati olaraq, öz zənni qərarı olaraq haram edə bilər səncə? Şari Quranda, şəriət qoyucu Quranda Allahdır, yoxsa Nəbi də şəriət qoyucudur? Sünnə Quranda Allaha aiddir, yoxsa Nəbinin də özünə xas sünnəsi vardır? Allah elçisi Ənam surəsi 90-cı ayədə özündən öncə seçilmiş olan o 82-dən bəri adları çəkilən elçilərə iqtida etməsi əmr olunmurmu məcəm?
siz necə mühakimə edirsiniz? Sizin bundan başqa hökm qoyucu bir kitabınız var mı? Mən sözümü inşallah bununla burada yekunlaşdırıb bir fikrə gəlmək istəyirəm. Deməli, Allah Teala deyir ki, bu haram ayələrini istəsəniz özünüz dayandırıb oxuya bilərsiniz. Mən sadəcə haram keçən ayətləri göstərəndə bir ayəti göstərmək istəyirəm. Haram qoymaq, şəxsi rəy və istinbatına görə haram qoymaq Anam surəsində, baxın xahiş edirəm, 148-ci ayədə buyurur ki, Səyəqulullezine əşrəku, şərik qoşan kəslər deyəcəklər ki, Ləvşallahu mə əşrəknə və lə əbauna. Əgər Allah uyğun görsəydi, istəsəydi, diləsəydi, nə biz, nə və ata-babalarımız şərik qoşaraq və lə hərrəmnə min şeyin, bir şey haram etməzdik. Aydındır, biz şeyə haramlıq hökmü qoymazdıq, yəni deyir. Allah Teala 50-ci ayədə deyir ki, onlara meydan oxu. Denən ki, Halummə şühədəəkumulləzi yəşhədu ənəllaha hərrəmə həzə. Gətirin şahidlərinizi, şahidlik etsinlər ki, Allah bunu haram etmişdir. Yəni, haram qoymağı Quran boyu araşdırsanız, haram qoymaq qabiliyyətini haram qoyucu Allahdır. Amma bu haramları təbliğ edən, insanlara çatdıran, Allahın haramlarını insanlara öz haramı kimi göstərən elçidir. Yəni, elçi Allahın haramını həm özünə haram bilir, həm də öz haramı olaraq insanlara təqdim edir. Yoxsa özündən şəxsi olaraq haramlar qoymur ortalığa. Əgər onlar deyir ki, buna dair şahidlik eləsə, fikir verin. فَاِنْ شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ. Sən onlarla bərabər şahidlik eləmə. وَلَا تَتَّبَ أَحْوَا. Onların həvasına, əsassız olan arzu və istəklərinə tabi olma. O kəsləri ki, ayətlərimizi yalanlayırlar. وَالَّذِينَ لَا يُؤْمِنُ بِالْآخِرِ. Ayətləri yalanlayanlar ahirətə inanmayan kəslərdir deyir. Və hum bi rabbihim ya'dilun. Onlar öz Rəblərinə nə qoşurlar? Bərabərlik qoşurlar. Ədl edirlər. Sən bu ifadəyə diqqət elə. Əgər desən ki, bu ayəti əgər Nəbi oxuduğu zaman desə ki, mən də Allahla yanaşı haram qoya bilərəm. O zaman bu ayətdə o da ədil etmiş olmazdımı? Özünü Allahla ortaq qərar vermiş olmazdımı? Və yaxud da siz Məhəmməd Nəbini və yaxud da sair insanları haram qoyucu olaraq Allahın yanına qoyduğunuz zaman ədil etmiş olmursunuzmu yəni? Və dalınca 151-də deyir ki, qul decinən təaləv ətlu mə hərrəmə rabbakum. Gəlin, Rəbbinizin nəyi haram etdiyini sizə tilavət edim. Bax, Sami, Allah deyir ki, Nəbiyə deyir ki, Allah, sən denən ki, gəlin, ətlu, tilavət edim, mə o şeyi ki, hərrəmə rabbukum, Rəbbiniz haram etmişdir. Rəbbinizin haramlarını sizə tilavət. Bir dənə ayət göstər ki, mənim haramlarımı sizə tilavət edim deyə. Belə bir ayət var. Sami, bunu istəyən adamlar davam etdirə bilərəm, çox dəlillər gətirə bilərik. Yəni, sən həqiqətən də, Sami, Allahı və onun dinini kiçik düşürürsən, bu səni həqiqətən də dünya və axirətini puç eləyir. Bilmirəm, bunu nədən ötürü edirsən? Sən savadlı oğlansan, qrammatikanı gözəl bilirsən, hədis elmlərini də, hədis kitablarını da yəqin ki, çox gözəl tədrislər eləmişsən. Beynin zəhərlə doludurmu deyə belə edirsən, bilmirəm. Amma sən Qurana diqqət eləmirsən. Sən Qurandan xəbərin olduğunu düşünmürəm. Əgər sən Qurana düşünsən, bu hərəkətləri etməyəcək fikrində düşünürəm ki, olan bir adamsan. Bax, sənə mən bir dənə də məqalədən bir şeylər göstərim. Allah və Rəsul arasındakı fərqi. Allaha itaətin bir başqa, Rəsulun itaətin bir başqa olduğunu düşünürsənsə də, Sami, birincisi, bu Allaha din öyrətməkdir, Hücrət 16-ya əsasən, səhv edirsən. İkincisi, öz əlləri ilə kitab yazanlar 79 Bəqərədə vay olsun deyir ki, azacıq dünya mənfəətinə görə onlar əlləri ilə kitab yazdılar və bu da Allahdan da dedilər, halbuki Allahdan deyil, ifadələri ortaya qoyulmuşdur. Və Allah Teala Quran-ı Kərimdə
Bu ayətlərə diqqət eləsən, Allahın mesajı və haqdan nazil olanla inananların qəlblərinin yumşalması vaxtı gəlib çatmadımı? Sami, ərəbisinə baxsan, Allahın zikrinin və haqdan nazil edən, buradakı vav nədir Sami? Allahın zikri başqa şey, haqdan nazil edilən şey başqa şeydir, yoxsa eyni şeydir? Yəni, sən vavı necə başa düşürsən? Vav sənə görə necədir? Mən hətta bir dənə sənə bir şey də göstərmək istəyirəm Sami. Bax, burada 32-ci ayət olmalıdır, yoxsa qoy görüm, Huvəl-ləzi 33. Huvəl-ləzi ərsələ rəsuləhu bil-hudə və dinil haqq. Bax ki, o kəs ki, göndərmişdir öz elçisini, bir şey var ki onunla göndərilir. Yəni göndərilən bir şey olmasa rəsələ sifətini götürməz. Mursal sifəti götürməz. Hidayət ilə və hərfi gəldi. Dinil haqq. Haqq din ilə. Hidayətlə haqq din bir-birini açıqlayır burada. Babul bəyaniyədir. Yoxsa babul təmyizdir. Yoxsa ətifdir. Nədir burada Sami? Bunu sən qrammatika elmli sübut belə demək yoxlamaq üçün sual vermirəm, amma düşünməyin üçün sual verirəm. Əslində bir şeyin arasındakı vav hərfi özündən əvvəlki şeylə özünkü sonraki şeyi bir-birinin yəni olaraq açıqlamaq üçün gəlir də. Eyni ilə bu ayətdə göstərildiyi kimi yəni. Və mən sonda sənə Bəqərə surəsi 79-da Allah və Rəsulunun müharibəsi deyir. Yəni belə Bəqərə 79 demək üzr istəyirəm. 279. Bəqərə 279-da Allah və Rəsulunun müharibəsi deyilir. 5-in 33-ündə Allah və onun elçisinə qarşı müharibə deyir. 107-də yenə Allah və onun elçisinə qarşı müharibə kəlməsi keçir. Bu 3 ayətdə yazmışam burada, istəyənlər də oxuya bilər. Gördüyünüz kimi Allah və onun elçisi ilə müharibə edənlərdən danışır. Allah və elçisinə qarşı necə müharibə edirlər? Allah ilə başqa, elçi ilə başqa müharibə necə olur yəni? Və yaxud da ki, Nisa surəsi 100-cü ayədə kim Allah üçün hicrət edərsə, bir ayət başlayır. Orada bir yer var. Kim Allah və onun elçisinə tərəf hicrət edərək evindən çıxarsa deyə bir ifadə keçir. Burada Sami, Allah və elçi tərəfə necə hicrət edilir? Allah üçün başqa bir tərəfə, elçi üçün başqa bir tərəfə hicrət edilir, yoxsa necə başa düşəcəksən bu ayəti? Sən Allahın Allahın və onun Rəsulunun haram etdiyini gətirirsən və orada bağlayıcısına görə Allah sanki ayrıca. Halbuki ayətin ərəbisinə baxsanız, burada 29'da bir ve la yuharrimuna ma harramallahu ve rasuluhu, harrama kelimesi hem Allah'a ve hem Resul'a ayettir. Yani haram edilen şey o şeydir ki Allah da onu haram eləyir ve Resulü de onu haram eləyir. Allah'ın haramı bir ayrıca, Resul'ün da haramı bir ayrıca değil. Bayaq gətirdiyimiz kimi Hökm Nur suresi 48 ve en azı 54. ayet. 2 dənə ayeti gösterdim. 52 ayət də önəmlidir. Baxa bilərlər, görəcəklər nə demək istədiyimi. Mən sözüm bundan ibarətdir ki, Sami, sən və hərfindən bunu tutaraq Allahın, Rəsulunun Quranda bir dənə haramını mənə göstər. Əgər Rəsul ayrıca haram qoyursa, nümunə üçün bir dənə də olsa, Nəbinin bir dənə haramı olmalıdır. Halbuki Nəbi bir dənə haram qoyub özünə, amma Allah ona etiraz edibdir. Bax ki, Allahın haram etdikləri şeyi mən Quranda sənə göstərdim. Əgər bu kitab heç bir şeyi nəzərdən qaçırmadıq deyir. Demirəm cüz'iyyata girsin. Bir dənə də olsa Nəbinin haramını göstər ki, ona Allah yox, Nəbi haram edibdir. Muhammed Nəbi haram edibdir. Mən göstərirəm. Təhrim surəsi 1-də Nəbi haram edib, amma Allah geri götürməyini istəyir. Sən isə bunun əksini göstər, görək göstərə bilirsənmi? Tamam. Və sonunda bu şəkildə misallar vermişik. Başqa bir misal. Ənfal surəsindən getmişik. Səndən qənimətlər haqqında soruşurlar. Allah və elçinə aiddir. Allaha bir pay, elçiyə bir pay qənimət verə bilərsənmi? Yoxsa elçiyə verilən qənimət Allaha verilmiş qənimət sayılır ki, o da əslində paylanır. Tövbə surəsinin 1-ci ayəsində belə bir söz var. Allah və onun elçisindən əhd bağladığınız şərik qoşanlara bir xəbərdarlıqdır. Allahın xəbərdarlığı bu ayətin dərhal davamında gəlir. Zəhmət olmasa, Rəsulun xəbərdarlığı Quran harasında keçir? Bu xəbərdarlıq, bu ultimater
Həm eyni zamanda Allahın həm də Rəsuluna aiddir, yoxsa Allahın ultimateri bir başqa, Rəsulun da ultimateri bir başqa olmalıdırmı? Necə ki sən deyirsən ki Allahın haramı bir başqa, Rəsulun haramı da bir başqa olmalıdır. Mən də onda bunu qoyuram sənin qabağına. Zəhmət olmasa Allahın ultimaterini görürük. Tövbə surəsinin davamında. Rəsulun ultimaterini hardadır? Göstərə bilərsən bunu. Ahzab 57-də şübhəsiz yoxdur ki, Allah və onun elçisini incidənlər deyir. Allahı necə incitmək olur? Ən azı Rəsulu incitmək başa düşürük. Və Allahı necə incitmək ola bilər? Hətta mən bunu Rəsulun üstündən götürüm. Tövbə surəsi, Bəqərə surəsinin ilk ayələrində Allah deyir ki, o kəslər ki, Allahı və möminləri aldadırlar, əslində o kəslər Allahı və möminləri mi aldadırlar? Xeyr, əslində onlar özlərini aldadırlar, amma şuurunda deyirlər. Doğrudur ya yox. Orada nə deyir? Allahı və möminləri. İndi burada Allah bir başqa, möminlər də bir başqa mı aldadılır? Yoxsa möminləri aldatmağa çalışanlar sanki Allah'a aldatmış kimi algılanır ki, Allah bunu belə qəbul edib, belə danışır. Yəni eyni ilə vav adatını sən niyə tək Allah və Rəsulu götürürsən ki? Məsələn, ayətdə Allah və Rəsuluna yalan danışanlar aldadan kəlməsi də keçib, Allah və möminləri də aldadan kəlməsi keçib. Bunu necə anlayacaqsan? Bunlara mən Sami üzərindən sizə də əslində çatdırmağa çalışıram. Və yaxud da Hucurat surəsi 1-ci ayədə deyir ki, Allah və elçini qabaqlayanlar, önə keçənlər. Burada Allahdan önə keçmək necə olacaqdır? Bunu necə başa düşürsünüz? Bir də bunu istəyirəm yenə düşünəsiz. Və yaxud da Tövbə 90-da deyir ki, Allah və onun elçisini yalan danışanlar. Eyni ilə Bəqərə surəsində gətirdiyim kəlmə. Bunu necə başa düşəcəksiniz? Və yaxud da Bəqərə surəsindəki Allah və mömin kəlməsini necə anlayacaqsınız? Bu çox misal gətirmək olar. Sadəcə mən bunu burada durub, yəni demək istəyirəm ki, bunların qurduğu bu oyun həqiqətən çox gülünc və gülməlidir. Gəlin bir başqa məsələyə toxunağım burada. Bunu da deyim, inşallah sözümü yekunlaşdırıram. Allah Nur surəsi 48-də dedik ki, buyurur ki, aralarında hökm vermək üçün Allahın və onun elçisinin yanına çağırıldıkları zaman hökm də təkdə gəlib dedik. Onlardan bir dəstəsi üç çevirir. Baxın, xahiş edirəm. Bu onların xoşuna gəlmir. İstəyirlər ki, təkcə Allah hökm verməsin. Bunlar istəyir ki, özləri də hökm versinlər. Bundan ötürü bu gün Nəbinin sağlığında edə bilməsələr də vəfatından sonra bu oyunu qurdular. Və Nisa 105-i oxumuşam, təkrar bir də oxumaq istəmirəm. İndi sizə Maidə surəsinin 49 ayəsinin bir pasajı göstərirəm. Elə isə onlar arasında Allahın sənə nazil etdiyi ilə, sənə endirdiyi ilə hökm etdiyi. Yəni hökmü Nəbi nazil edilənlə verir. Nazil edilən şeylə hökm verir. Nəbi özünün fikrinə, özünün elminə, təcrübəsinə görə hökm verə bilməz. Tamam. Endirilən şey əgər Qurandan qıraq deyirlər ki, vəhiylər var, belə bir iddialar irəli sürürlər. Niyə Qurana qoymursunuz onda? %100 əminsinizsə ki, onlarda vəhidir, nə üçün Quranın içinə yerləşdirmişsiniz? Bu Quranın içinə ayələri əgər sahabələr yığa bilirsə də, tabeinlər yığa bilirsə də, onların varisi olan alimləriniz niyə əlavə etmirlər? Əlavə etmə qabiliyyətləri varsa da əgər. Əslində siz də bilirsiniz ki, bu ayətləri bu şəkildə düzən, bu Quranın içinə bu ayətləri, bu surələri ardıcılıq qoyan Allahın elçisi özü olubdur. Heç kimin buna haqqı da yoxdur, cəsarəti də yoxdur. Yenə də siz bilin, Allahınız bilsin. Sözüm onda deyil. Mən son olaraq sizə demək istədiyim budur ki, gəlin özünüzü aldatmayın. Allah Teala Ənfal 20-də deyir ki, ey iman edənlər, Allaha və onun elçisinə itaat edin, eşitdiyiniz halda ondan üz döndərməyin. Ondan kəlməsi, sözümü bununla tamamlayıram, Ənfal surəsində təkdə gəlir. Əgər Allahın və elçisinin ayrı-ayrı hökmləri olsaydı, qoy 8-in 20-sini də vuraq bura. Sami, bu ayəti sənə son olaraq, hədiyyə olaraq atıram. Bunu da eşit, sözüm yekundur. Axırdır. Ya eyyuhəl-ləzīnə āmenū əti'ullah və rasuluhu və la təvəllə anhu deyir. Anhuma demir yəni. Əgər
İki, Allaha və Rəsulunun iman gətirənlərin ondan qeyri, yəni ayrı-ayrı olsaydı, eşitməli olan şey 2 dənə olmalı idi, 1 dənə olmamalı idi. Salam olsun hidayətə tabe olanlara.